Bir çox müsəlmanlar fitrə zəkatını çıxartmaq üçün kiminsə kartına pul göndərir. Mənim adımdan alıb çıxardacaqlar və belə. Subhanallah, fikir verirəm, ildən ilə bu məsələ daha geniş yayılır. Bilmirəm, müsəlmanlar niyə belədir? Rahatlıq axtarır, yoxsa ibadətin məsuliyyətini hiss etmir, bilmirəm niyə. Əziz qardaşım, hər ibadətin İslam dinində öz dadı var, öz şirinliyi var. İnsan o ibadətin dadını, ləzzətini, şirinliyini almaq üçün, dadmaq üçün özü icra etməlidir, yerinə yetirməlidir. Hətta o şirinliyi dadsın, o ibadəti yaşasın. Bu, ildən ilə zəifləyir, gedir bu, subhanallah. Hətta vallahi, məsələn, qurbanlıq bayramında qurban kəsən müsəlman heyvan kəsməlidir. Pul göndərir, aldım, verdim, kəsəcəklər yerimə. O ibadətin şirinliyi eyni təsirdə olmur, eyni dadda, eyni ləzzətdə olmur. Biri var, insan özü heyvanı alır, kəsir Allah yolunda. Yaşayır bunu, bu ibadəti, bu şirinliyi alır. Biri də var ki, kiminsə kart hesabına göndərdim, alıb mənim adımdan qurban kəsəcəklər və belə. Rahatlıq tapıblar. Biraz nəfslərinə əziyyət vermək istəmirlər. İbadətin məsuliyyətini hiss etmirlər. Və belə ibadətlər çoxdur. Və onlardan biri də fitrə zəkatıdır. Qardaşım, biz demirik bunu etmək olmaz, bu icazəli deyil. Xeyr, bu icazəlidir, bunu etmək olar. Xüsusən də alimlər, müasir alimlər nə vaxt deyiblər bunu etmək olar, buna getmək olar? İnsan o yerdə yaşayır ki, o yerdə miskin, fəqir yoxdur. Yaxud elə bir yerdədir ki, o fitrə zəkatını alıb çıxara bilmir, zərurət yaranıb, kimisə kart hesabına pul göndərməlidir. Belə məqamlarda kimisə kart hesabına atmaq olar. O insanlar ki, yığırlar, bu işlə məşğuldurlar, bunu etmək olar. Problem yoxdur. Lakin nəyə görə hər müsəlman, bir çox müsəlmanlar rahat vaxtları ola-ola bu ibadətin özünü yaşamırlar? Vallahi hiss eyni ola bilməz. Bir insan gedir marketə, gedir dükana, alır fitrə zəkatını ailəsinin adından, seçir. Bu gedişat, bu ibadətdir, sən ibadət edirsən. İnsan bunu özü yaşayanda daha çox şirinlik verir. Aldı, yığdı, bağladı, apardı, verdi. Bu ibadətin şirinliyini alırsan. Lakin insanlar bu ibadətin şirinliyindən qaçırlar. Kartdır, daha asandır, rahat göndərdim, alıb çıxardacaqlar. Yox qardaşım, sənin imkanın varsa özün, vaxtın varsa, fürsətin varsa bu ibadəti yaşa özün. Kiməsə həvalə etmə. Yenə deyirəm, baxmayaraq ki, həvalə etmək olar. Problem yoxdur. Əgər belə bir məqamla üzləşmirsən ki, səndə imkan yoxdur bunu etməyə. Qıraq yerdəsən, adam yoxdur, çıxarda bilmirsən işinlə əlaqəli. Onda həvalə elə. Amma sən qardaşım, rahat vaxtın var, bu ibadəti özün edə bilərsən, niyə gedib özün eləmirsən? Bu məsələyə diqqət etmək lazımdır. Hər il görürəm, hər ildə daha çox yayılır, daha çox yayılır. Yenə deyirəm, xülasə, ibadətin şirinliyini dadmaq üçün vallahi eyni hissi vermir. Pul göndərməklə kimisə kart hesabına, gedib o ərzağı özün alıb, miskinə aparıb təqdim etməyin, verməyin eyni dərəcədə, eyni ləzzət, eyni şirinlik deyil. Lakin müsəlmanlar o qədər zəifləyiblər ki, ildən ilə bu məsələ daha geniş yayılır. Və bir də görəcəksən ki, fitrə zəkatı çıxardan yoxdur. İnsan özü bu ibadəti unudub. Hər il pul göndərirəm və salam çıxartacaqlar. Hər il pul göndərirəm, çıxartacaqlar. Sən özün yaşamalısan bu ibadəti və belə bir neçə ibadət var ki, insanlar, müsəlmanlar bu ibadəti belə səhlənkar yanaşıblar. Yenə deyirəm, sözümdən belə başa düşülməsin ki, bu olmaz. O qardaşlarımız ki, o insanlar ki, bu işdən məşğuldur. Yox qardaşım, bu olar, bu icazəlidir. O qardaşlar yaxşı eləyirlər. O insanlar üçün ki, o insanlar ki, çıxarda bilmirlər. Onlar üçün əlverişli fürsətdir o qardaşlara həvalə eləmək. Lakin o müsəlmanlar ki, ona deyirəm, sözüm onadır. Özləri edə bilirlər, bunu get qardaşım, özün fitrə zəkatını al çıxar, kiməsə həvalə etmə. Onda ibadətin şirinliyini daha dadacaqsan, daha ləzzət verəcək sənə. Və bir neçə ibadətlər var ki, bu hökmdədir.
Allah daha doğrusunu bilir.